Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan Bakı Ürək Günləri 9-cu Beynəlxalq Konqresi keçirildi. Konqresin rəsmi açılış mərasimi baş tutdu. Bakı Ürək Günləri 9-cu Beynəlxalq Konqresində dünyanın 20-dən artıq ölkəsindən 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardiocərrah iştirak edirdi. Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar Siyasət, Diaspora, Multikulturalizm və Dini Məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Bakı Ürək Günləri 9-cu Beynəlxalq Konqresinin iştirakçılara ünvanladığı müraciəti diqqətə çatdırdı. Artıq ənənəvi şəkil almış konqresin ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunması xüsusi məna daşıyır. Ulu öndər bütün fəaliyyəti boyu ölkəmizin səhiyyə sisteminin davamlı təkmilləşdirilməsi və yüksək standartlar səviyyəsində qurulması işinə dəyərli töhfələr vermişdir. Ötən müddətdə atılan mütərəqqi addımlar sayəsində Azərbaycan səhiyyəsi nailiyyətlərlə dolu bir yol keçmişdir. İndi ölkəmizdə təbabətin müxtəlif sahələrinin inkişafı, o cümlədən kardiologiya elminin son yeniliklərindən bəhrələnməklə ürək-damar xəstəliklərinin ən müasir cərrahi üsullarla müalicəsi üçün lazımi şərait vardır. Dünyanın məşhur ürək mərkəzlərində aparılan mürəkkəb əməliyyatların yerli mütəxəssislərimiz tərəfindən uğurla gerçəkləşdirilməsi sevindirici haldır. Təbabətin yeni müalicə üsulları və texnologiyalarının Azərbaycanda tətbiqi baxımından bu konqres özünəməxsus rolu ilə seçilir. Mötəbər beynəlxalq tibb qurumlarını təmsil edən, tanınmış kardioloq, alim və cərrahların iştirakı mühüm elmi və praktiki əhəmiyyətə malik tədbirinizin böyük nüfuzunun göstəricisidir. Azərbaycan səhiyyəsinin inkişafı Ulu Öndərin adı ilə bağlıdır. Heydər Əliyev hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə səhiyyənin və tibb elminin inkişafına böyük töhfə verib. Səhiyyə, elm, təhsil daim Ulu Öndərin diqqət mərkəzində olub. O vaxtlar bir çox xəstəxanalar, poliklinikalar açılıb. Yüzlərlə gənc Sovet İttifaqının aparıcı mərkəzlərinə təhsil almağa göndərilib. Ölkəmizdə elm və təhsil ocaqları yaradılıb. Bunu Bakı Ürək Günləri 9-cu Beynəlxalq Konqresində çıxışında Səhiyyə Nazirinin müavini Nadir Zeynalov dedi. Bilavasitə ölkə rəhbərliyinin nəzarəti altında çox vacib islahatlar aparılır. O vacib islahatların arasında bəlkə ən vacibi səhiyyənin yeni maliyyələşmə sisteminə keçməsidir. Bu da icbari tibbi sığorta sisteminin tətbiqidir. Məhz bu sistemin tətbiqi hesabına bir çox yüksək texnoloji və bahalı prosedurlar, əməliyyatlar, müalicə üsulları hansılar ki, buna qədər əhalinin müəyyən bir təbəqəsinə əlçatan deyildi, indi əlçatan olubdur. Və onların içində kardiocərrahi əməliyyatlar, endovaskulyar prosedurlardır ki, onlar, yəni əvvəllər bunu edə bilməyən insanlara indi icbari tibbi sığorta sistemi çərçivəsində həyata keçirilir. Nəticə, insanların həyat keyfiyyəti artır, insanların, vətəndaşların məmnunluğu artır, əhalinin orta yaşayış müddəti, yaşam müddəti uzanır və bundan da bəlkə daha vacib sağlam yaşayış müddəti artır ki, bunların hamısı gələcək sağlam nəslin təməlini qoymaq kimi qəbul edilə bilər. 20-yə yaxın mərkəzdə ürək-damar cərrahiyyəsi, 40 mərkəzdə isə invazit kardiologiya icra olunur. Bu sadəcə Bakıda deyil, Azərbaycanın bölgələrində də ürək mərkəzləri fəaliyyət göstərir. Bunu Ürək-damar cərrahiyyəsi cəmiyyətinin təsisçisi fəxri sədri Kamran Musayev Bakı Ürək Günləri 9-cu Beynəlxalq Konqresində çıxışı zamanı dedi. Onun sözlərinə görə Ulu Öndərin Azərbaycanın dövlət kimi qurulmasında və Azərbaycanda səhiyyə sisteminin yaradılmasında, inkişafındakı rolu çox böyükdür. 2000-ci ildə Azərbaycanda artıq müasir səhiyyə ocağı var idi. Səhiyyə ocaqlarının prioritet sahəsi isə ürək-damar xəstəlikləri və onların diaqnostikası, müalicəsi idi. O illərdə ölkəmizdə istər diaqnostik, istər intervensiyon, istərsə də açıq cərrahiyyə mənasında təkcə mərkəzi klinika fəaliyyət göstərirdi, deyə Kamran Musayev bildirdi. 3 günlük konqresimizdə biz ürək-damar cərrahiyyəsinin ən müasir, aktual problemlərini müzakirə edəcək. İnanıram ki, ölkəmizdə istər Bakı şəhərində, istər bilirsiniz artıq regionlarımızda da ürək mərkəzləri fəaliyyət göstərən, orada fəaliyyət göstərən kardioloq və ürək-damar cərrahlar üçün çox faydalı olacaq. Həm elmi, nəzəri cəhətdən bu konqresimizin çox faydası olacaq, həm də inanıram ki, bu konqresin iştirakçıları evlərinə və ya işlədikləri mərkəzə döndükləri zaman bu konqresdən çox faydalı bilik və bacarıqları da özləri ilə birlikdə götürmüş olacaqlar.
Azərbaycanda endovaskulyar kardiyocərrahiyyənin bütövlükdə təşkil olunmasında ulu öndərin fədakar fəaliyyətinin şahidi olmuş bir insan kimi burada çıxış edirəm. Və ulu öndər hakimiyyətə gələndə Azərbaycanda nəinki ürək əməliyyatları, endovaskulyar əməliyyatlar aparılırdı. Hətta bir xəstəyə belə angiografiya eləmək imkanımız yox idi. Və bizim qarşımızda Cəmil Əliyev, təəssüflər olsun burada yoxdur, o da yaxşı xatırlayır. Ulu öndərin qoyduğu birinci məsələ bu sahədə kadrların yetişdirilməsi və belə bir mərkəzin yaradılmasıdır. Konqresdə həmçinin dünyanın ən məşhur kardiocərrahlarından Böyük Britaniyadan olan professor David Taggart fəxri qonaq kimi konqresdə iştirak edirdi. Konqresdə təşkil olunacaq 21 elmi sessiyada kardioloq və kardiocərrahların iştirakı ilə səhiyyənin bu sahəsindəki ən son elmi yeniliklərin müzakirəsi də baş tutacaq. Proqramda həmçinin Türkiyə Ürək Damar Cərrahiyyəsi Dərnəyi, Avropa Ürək Damar Cərrahiyyəsi Cəmiyyəti və Azərbaycan Reanimatoloqlar və Anestesioloqlar Cəmiyyəti ilə birgə ortaq sessiyaların keçirilməsi də nəzərdə tutulub. Konqres zamanı Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşəbbüsü ilə ötən il Türkiyədə təsis edilmiş Türk Dünyası Ürək Damar Cərrahiyyəsi Birliyinin zirvə toplantısı da təşkil olunacaq. Qeyd edək ki, konqresə Azərbaycan Ürək Damar Cərrahiyyəsi Cəmiyyəti ev sahibliyi edir. Konqres 16-18 may tarixlərini əhatə edəcək. Xatırladaq ki, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti 2009-cu ildən etibarən hər 2 ildən bir Bakı Ürək Günləri Beynəlxalq Konqresini təşkil edir.